Hər kəsə salam. Mən bugün sizə HSKK imtahanı barədə məlumat vermək istəyirəm ki, əvvəl HSK haqqında məlumat vermişdim. Bunu da YouTube-a yerləşdirmişdim. İndi isə bizdə HSKK haqqında, çünki keçən videolarımda HSKK haqqında dəqiq zamanlaması barədə danışdığımı xatırlamıram. Ona görə istəyirəm bugün bunlar barədə tam ətraflı danışaq. HSKK imtahanı ümumiyyətlə nədir? Açsaq əgər olacaq Xanyu, Kouyu, Kaoshi. Bu nə deməkdir? Çin dili danışıq imtahanı. Okey, qarşımda bu dəqiqə bölgülərdir və hansının neçə dəqiqə olduğunu tam ətraflı danışım deyə bunu özümə qeyd etmişəm. Deməli, HSKK-in birinci səviyyəsi adətən HSK 1 və 2-lər üçün təşkil olunur və bəzi situasiyalarda 3-lər də HSKK-in birincisinə, yəni Chuji elementar səviyyəyə girə bilərlər. Burada ilkin mərhələdə 15 dənə sual olur ki, biz dinləyirik və cavab veririk. Daha doğrusu təkrarlayırıq. Dinləyirik, eyni şeyi birə-bir təkrarlamalıyıq. Bu bizdə Chuji, yəni elementar səviyyənin ilkin hissəsidir. İkinci hissəsində olur Tin Huida, yəni dinləyirik və cavab veririk. Bu sual 10 dənə olur. Biz dinləməliyik və həmin o suallara müvafiq cavabı verməliyik. Üçüncüdə isə Huida, suallara cavab vermək. Orada bizə 2 dənə sual qoyur. Sual deyil də bu, bir növ mövzu olur və biz bu mövzular haqqında qısa şəkildə 2 dəqiqə civarı danışmalıyıq. Əvvəlcədən hazırlama vaxtı verilir 7 dəqiqə. 7 dəqiqə hazırlama vaxtı verilir. Yəni siz də o suallara ikinci etapdakı suallara cavab verdikdən sonra sizə 7 dəqiqə verir, sakitlik olur. İmtahanda çox tələbə başa düşmür bu niyyədir. Elə tələbə bilirəm ki, oturub o 7 dəqiqəni gözləyib də, yəni heç yoxdur, gözləmirik, cavab veririk. Deməli, biz 7 dəqiqə hazırlaşırıq, yazırıq, necə yazırsınız yazın, pinginlə nerə oxunuma baxmayacaqlar və sonra suallara cavab veririk. Demək, bu da bizdə oldu üçüncü etap, yəni HSK 1-in ilk bütün etaplarını toplasaq, 1 dinləyib təkrarlama, 2 suallara cavab vermək, üçüncü isə bir mövzu ətrafında danışmaq, 2 mövzu ətrafında danışmaq və bunun üçün 7 dəqiqə hazırlıq müddəti verilir. HSKK Zhongji, yəni orta səviyyədə eyni formada 3 hissədən ibarət olur. Burada hansı hissələr var? Dinlədikdən sonra təkrar etmək, 10 sual olur burada da. Şəkillərə baxmaq və danışmaq, burada 2 dənə sual olur və 4 dəqiqə biz danışmalı oluruq 2 hərəsini. Bunun üçün hazırlama vaxtı verilir. Öncədən, yəni birinci etap bitdikdən sonra hazırlama vaxtı verilir 10 dəqiqə. Biz ondan sonraki 2 etaba hazırlaşırıq. Yəni biz birinci şəkillərə baxırıq, hərəsi haqqında 2 dəqiqə danışırıq. İkinci isə 2 dənə sual verir, onlar hərəsi haqqında 2 dəqiqə danışmalıyıq. Deməli, bu da bizdə oldu. İkinci və üçüncü mərhələ birlikdə. Biri şəkil, digəri isə suallara cavab vermə. Demək, bu HSKK orta səviyyə oldu. Demək, burada 10 dəqiqə hazırlama verilir, müddəti digərindən fərqli və burada şəkil haqqında danışmaq var. Gaoji yüksək səviyyədə isə biz dinləyirik, bizə mətn formatında bir şey verilir, bir belə yəni abzaslı xartızı bir şey verilir və sonradan biz onun eyni sözləri olmasa da oxşar sözlərlə ifadə etməliyik özümüzü ki, bizə nə dedim? 3 sual olur, 8 dəqiqə olur. Dinlərik və ifadə edirik. İkinci hissəsində biz oxuyuruq üzdən. Bir sual verir, biz onu üzdən oxuyuruq. Biraz qəliz bir mətn olur, balaca bir mətn olur. Üçüncüdə isə biz suallara cavab veririk. Burada 2 sual olur, 5 dəqiqəmiz olur. Biz hər bir sual haqqında 2-5 dəqiqə danışmalıyıq. Burada hazırlıq vaxtı nəzərdə tutulmur. Yəni siz spontan şəkildə danışmağa başlamalısınız. Çünki deməli, yəni Gaoji yüksək səviyyə danışıq imtahanında. Ümid edirəm ki, bütün etapları tam açdım sizin üçün. Növbəti videolarda görüşərik. Ümid edirəm bu video sizin üçün faydalı oldu.